Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü vlogda həm saç baxımı, həm də üz baxımı eləyəcəyik. Həmçinin Bakıdakı işimdən niyə çıxdım, onun haqqında danışacağıq. İlk öncə mən saçımı belə kiçik tikanlı alət var, Trendyoldan almışdım. Onunla qan dövranını sürətləndirirəm. Gələk Bakıdakı işimdən niyə çıxdım, niyə rayondayam? Bilirsiniz ki, 2 ay sonra mənim toyum olacaq. Oktyabrın 10'u inşallah və ona görə Bakıdakı işimdən çıxdım. Əslində bu qədər tez çıxmazdım. Hardasa toya bir ay qala çıxardım. Ancaq atamın avqustun 8-i ad günüsü idi. Ona görə dedim ki, elə avqustun 7-sindən çıxım ki, atamın ad gününə sürprizə gəlim. Bundan əlavə zaten Bakıda qalmağı fikirləşmirdim. Qalsam belə həmin iş yerimdən çıxacaqdım. Bakıdakı iş yerim Bayıldaydı. Çox qəşəng bir klinikaydı. Kiçik klinikaydı, amma yəni lüks bir klinikaydı. İşdən çıxma səbəbim birincisi maaşın az olması idi. Yəni standart maaş idi və maaş artmırdı. Bundan əlavə pasiyent çox az idi. Yəni bir gənc kadr olaraq mən istəyirəm ki, pasiyent çox olsun, daha çox şey öyrənim, daha çox pasiyent sağaldım, daha çox xəstəliklərlə qarşılaşım ki, hansı ki bilmədiyim xəstəliklər varsa onları öyrənim, məlumatım daima çoxalsın, başa düşürsünüz. Gənc kadrlar mənim kimi məncə həvəsli olurlar, nisbətən ki, işləmək istəyirlər, amma pasiyent çox az idi. Bundan əlavə bəzi məqamlar var, yəni klinika ilə bağlı, rəhbərliklə bağlı. Rəhbər çox yaxşı rəhbər idi, həqiqətən çox səmimi bir rəhbər idi. Rahatçılıq idi, yəni bizə rahatçılığı vermişdi, o şəkildə işə gecikənlərə çox bir şey demirdi. Amma yenə də mən orada işləməyi tərcih eləməzdim. Bilirsiniz ki, mən universiteti artıq bitirdim. Əvvəllər universitetdən stipendiya da alırdım. Ona görə işləmək mənə sərf edirdi. Amma artıq sərf eləmir. Həm Bakıda kiraya qalıb 150 manat kiraya pul verib, üstəlik yol pulu, yəni bilirsiniz ki, metrolar da 60 qəpikdir. Yəni mən Bakıya gedəndə metro 30 qəpik idi. İndi 60 qəpikdir. İnana bilirsinizmi? Yəni hər il qaldırırlar. Yəni o şəraitdə mən Bakıda qala bilməzdim. Yəni mütləq yüksək maaşlı bir işdə işləsəm qala bilərdim. Bu arada Bakı metroları ilə bağlı bir şey də demək istəyirəm. Bilirsiniz ki, metrolar və avtobuslar 60 qəpikdir. Amma bu metronun qiymətini, ödənişini qaldırırlarsa, bəs niyə bunu inkişaf elətdirmirlər? Mənə çox maraqlıdır. Metrolar, mən Neftçilərdə minirəm, Neftçilərdə qalıram deyə. Mən İçəri şəhərə minirdim. İçəri şəhərə bir hardasa 3 dəfə Dərnəgül gəlir, sonra İçəri şəhər gəlir. Əgər siz bunu tənzimləyə bilmirsinizsə, niyə hər dəfə metronun qiymətini qaldırırsınız? Əgər metronun qiyməti qalxırsa, sizin təqdim elədiyiniz xidmət də mükəmməl olmalıdır. Həmçinin avtobuslarda olsun. Sıx, yəni əlavə avtobuslar reysə buraxılırlar. Hamısı bir-birinin içində gedir. Yəni çox şikayətlər var. Əgər qiymət qalxırsa, xidmətin keyfiyyəti də yüksəlməlidir mənə görə. Mən elə fikirləşirəm. Bu arada saçıma nə krem çəkirəm. Bu Bumbatırın kremidir. Bunu bilmirəm, siz bilirsiniz ya yox. Zəhmət olmasa yorumlarda yaza bilərsiniz. Duşdan öncə istifadə eləmək olarmı? Çünki üstündə yazıb ki, duşdan sonra təmiz saça. Duşdan sonra yazmır. Daha doğrusu təmiz saça yazıb, saçın dibindən ucuna doğru. Amma mən bu yağları istifadə elədim, saçım çox yağlı qaldı. Mən elə düşünürəm ki, bəlkə də mən durulamalıydım. Amma 2 dənə yağ istifadə elədim, ikisində də durulama olmaz deyir. Bu arada mənim saçım çox tökülür və 2 ay sonra da mənim toyumdur. Yəni kimin nə tövsiyəsi var, saçımın tökülməsinin qarşısını almaq üçün. Bioksin var, bir dənə dərman, onu içirəm. Mən onu çoxdandan almışdım. İçində biotinfluan zad var. Yenə də saçımın tökülməsi hardasa 2 ayda davam edir. Elə fikirləşirəm ki, hətta artır yavaş-yavaş saçımın tökülməsi. Hətta saçımı kəsdim, bilmirəm fərqi nə vardı ya yox, kəstirdim saçımı. Uzunuydu. Saçıma normalda istiliyi çox istifadə eləmirəm, amma
yenə də saç qıran düşür. Məncə bu, yəni gördüyüm videolar var idi. Bəzi videolar saç qıranın düşməsinin səbəbi saçda ümumiyyətlə bədəndə hər hansı bir vitaminin çatışmamazlığının səbəbidir. Mənim isə D vitaminim çox aşağıdır və D vitamini içməyi dayandırdım. Bəlkə də D vitamininə görə mənim saçım bu qədər dökülür. Bundan əlavə mənim müəllimim var Tibb Universitetində, həm də həkimdir təbii ki. O mənə dedi ki, sən Hashimoto yoxlatdır. Yəni bu tiroidi, qalxana bənzər vəziyi. Ola bilər ki, sən Hashimoto olasan. Hashimoto qalxana bənzər vəzinin xəstəliyidir, belə deyim, izah edeyim sizə. Qalxana bənzər vəzinin hüceyrələri özünə hücum edir. Yəni öz hüceyrələrini yad olaraq qəbul edir. Elə bir xəstəlikdir. Bu xəstəlikdə həm saç tökülməsi olsun, həm ruh dəyişkənliyi olsun, yorğunluqdur, halsızlıqdır, depressivlikdir. Yəni demək olar ki, məndə olan əlamətlərin hamısı var. Amma D vitaminin çatışmazlığı daha doğrusu əlamətlərlə özünü göstərir. Məsələn, D vitamini çatışmayanda depressivlik olur, yorğunluq olur, halsızlıq olur. Əgər siz də günə gümrah oyanmırsınızsa, normalda insan yatanda səhər normal gümrah oyanmalıdır. Amma yorğun, bitkin, belə oyanırsınızsa, saçınız dökülürsə, durduq yerdə hər hansı bir oynağınız, əzələniz ağrıyırsa, sizdə də D vitamini əksik ola bilər. Ümumiyyətlə, insanlar D vitamini daima qəbul eləməlidir. Əksik olmadı, oldu və s. Əksik olanda dozası daha yüksək qəbul edirsiniz təbii ki. Amma belə əksik olmasa da yenə qəbul etməlisiniz. Çünki biz günəşdən, D vitamini günəşdən əldə edilir. D vitaminini biz günəşdən kifayət qədər əldə edə bilmirik. Zaten hal-hazırda da günəş yoxdur bir kənddə. Kəndə gələndən bəri yağış yağır, inanırsınız. Hava çox sərindir, daima yağış yağır, göy gurulduyur, şimşək çaxır. Yəni, buradan D vitamini əldə etmək, yəni günəşdən mümkünsüzdür. Ona görə D vitamini qəbul edilməlidir. D vitamini çox vacib vitaminlərdən biridir. Gələk mənim iş yerimdə. Mənim iş yerim çox yaxşı insanlar var idi. Ayrı-ayrılıqda hamısı çox yaxşı insan idi. Amma mənim iş yerimdə hər kəs bir-birinin arxasınca iş çevirirdi. İnanırsınız, hər kəs bir-birinin quyusunu qazırdı. Mən heç kimə qarışmırdım. Mənə deyirlər ki, sən niyə qarışmırsan? Mətbəxə çıxmırdım. Mətbəxdə otururdular, onlar söhbət edirlər. Mən mətbəxə heç vaxt çıxmırdım. Çünki bu şeylərə qarışmaq istəmirəm. Yəni, mənim xasiyyətimdə də yoxdur. Mən biraz soyuq tipəm, introvert tipəm, necə deyim? Buzdağı ola bilərəm bəzən. Yəni, bu insanlar bir-birinin arxasınca danışırdı, bir-birinin quyusunu qazırdılar. Sonra da gedib cici bacı olurdular, söhbət edirdilər. Mənə çox qəribə gəlir. Mən bu cür şeyləri qəbul edə bilmirəm. Məsələn, arxasınca danışdığım insan sonra gələndə mən onun üzünə gülüb necəsən deyim. Yəni, üzünə gülə bilmərəm. Mən bunun arxasınca danışmışam axı. Yəni, bu şeylər mənə çox qəribə gəlir. Başa düşürsünüz, mən 200-də heç vaxt ola bilmərəm. Bəlkə də bu həyatda 200-də olmaq lazımdır, bic olmaq lazımdır. Bilmirəm. Bəlkə də elə insanlar irəli gedir. Amma mən heç vaxt yaltaqlıq eləyə bilmirəm. Amma yaltaqlıq edənlər həqiqətən çox qəşəng irəli gedə bilirlər. Heç vaxt kimisə arxasından danışan deyirlər. Desəm də üzünə deyirəm, ona görə həmişə davalarım olur mənim. Və biraz da acı deyiləm deyəndə də acı şəkildə deyirəm. Bilmirəm. Məncə bu həyatda hal-hazırda bu cür insanlar çox da irəli gedə bilmir. Mən də özümə bunu deyirəm ki, Səbinə, o bir insanlar kimi ol, amma yenə deyirəm, axı, sən deyilsən. Yəni, içimdə özümə deyirəm ki, axı, o sən deyilsən, Səbinə, sən necə elə ola bilərsən? Bu arada bu istifadə etdiyim məhsullar yeni aldığım məhsullardır. Trendyoldan almışdım. Bu da dodaq yağıdır. Onu çəkirəm hal-hazırda. Trendyoldan bilirsiniz ki, 170 manatlıq sifarişim var idi. Həmçinin Temudan da 200 manata yaxın sifariş vermək istəyirəm. Sırf ev dekoru üçün şeylər. Bilirsiniz ki, Temu bu cür şeylərə çox yaxşıdır. Yəni, xırda-xuruş, praktik şeylər almaq üçün çox yaxşı yerdir. Bilmirəm, keyfiyyətli olacaq ya yox. Məncə uyğun qiymətə deyil də biraz orta qiymətə alanda keyfiyyəti çox yaxşı olar deyə düşünürəm. Bilirsiniz ki, mən evlənəcəm 2 ay sonra, amma mən Bakıya yox, Naxçıvana gedəcəm. Çünki həyat yoldaşım olan Mirağa Naxçıvanda işləyir. Ona görə də Temudan aldıqlarımı da Naxçıvana vuracam və evi dekor eləmək üçün. Burada bu günəş kremini səhv eləmirəmsə bahardan almışdım, Bahar Store'dan.
Yox, bahar idi, onu Bantikdən almışdım. Məncə çox yaxşıdır. Normalda yəni deyirlər ki, bu günəş kremləri, ümumiyyətlə günəş kremləri insanın üzünə səpki verir. Mən hələ indiyənə qədər istifadə etdiyim günəş kremlərinin heç biri məndə səpki verməyib. Bəlkə də daha təmiz şəkildə təmizləyirəm üzümü. Ona görə hidrofil yağı ilə və bilirsiniz, günəş kremindən öncədən nəmləndirici çəkmək lazımdır. C vitamini də artıq çəkirəm. Mənim üzümdə çillər çoxdur, qollarımda da çillər çoxdur. C vitamini üzümə çəkəcəm ləkələri atmaq üçün. Normalda mən çillərimi heç bəyənmirəm. Əvvəllər daha çox idi. Hal-hazırda biraz rəngi açılıb çillərimin. Əvvəllər daha çox idi, dəhşət çox idi. Bu atamdan keçmə bir şeydir. Atamda çil var, ona görə. Ona da öz anasından keçib. Amma sonradan bilirsiniz ki, çillər moda oldu. Yəni gəldi çillər moda oldu. Hər kəs başladı suni çil eləməyə. Onu da biraz sevməyə başladım, amma yenə də hələ də sevə bilmirəm tam. Deyirəm, bəlkə üzüm çilsiz olsaydı necə olardı? Qollarım çilsiz olsaydı necə olardı? Yəni çildə olan insanlar bəlkə də məni başa düşər. Əgər günəşin altına bu cür yəni çillə çıxırsınızsa, o çilləriniz artır. Yəni günəş çilləri artırır. Mütləq ya günəş kremi, ya qoruyucu bir şeylər çəkmək lazımdır ki, çillərin artmasın. Məsələn, mənim bir qoluma çox günəş şüası dəyib, yolda gedərkən ya işə gedərkən o tərəfimə çox günəş dəyirdi. Ona görə oranın çilləri artıb. Bu bayaqlar sizə dediyim dərmandır, Bioksin dərmandır. O qədər pis qoxur ki, o qədər pis dadı var ki, mən pamoy boğazıma qoyuram ki, dadını hiss eləməyim ağzımda. Oradan qoyub elə pamoy uduram ki, çox bir şey gəlməsin. Amma qoxusu çox pisdir. İnşallah bunu da içirəm. İnşallah xeyrini görərəm. Artıq neçə gündür, hardasa 4 gündür içirəm. İnşallah saçımın dökülməyə dayanar. Ən azından biraz saçımı qalınlaşdıra bilərəm ki, saç yığım da qəşəng olsun toyda. Hello, salamlar hər kəsə. Vloguma təkrardan xoş gəlmisiniz. Gedirəm bacımgilə, bacım uşaqlarını görməyə. Keyfim yoxdur bu gün nədənsə. Hava da tutqundur, yağış yağır. Ona görə heç makyaj belə etmədim, sadəcə baxım elədim. Saçım tökülür. Həm ona görə keyfim yoxdur, çünki 2 ay sonra toyumuzdur. Və mənim saçım tökülür. Nəysə, gedim bacım uşaqlarını görməyə. Onlara paltar almışdım Bakıdan gələndə, onları vermişəm. İndi elə belə bəzi şirniyyatlar aldım. Jelibon nazar. Onlara aparam. Saçım hələ də qurumuyub. Ayda çoxlu yağlar çəkdim saçıma və saçım çox töküldü. Bilmirəm. Bir mövzu haqqında danışmaq istəyirəm və bu mövzuya yəni fikriniz nədir bilmirəm. Niyə Azərbaycanda hər kəs belədir? Yəni çox adam belədir. Hər kəs öz mənfəətini güdür. Məsələn, belə deyim, kiminsə irəli getməyini istəmirlər. Paxıllığını çəkirlər və önünə daş qoyurlar. Yaxud da ki, bilikli şəxslər öz biliyini bölüşmək istəmir. Yəni, çünki bu mənim biliyimdir, paxıllıq. Çox insanlar, yəni məsələn mənim bakalavrda müəllimim var idi. Prezentasiya hazırlayıb, prezentasiyanı təqdim edir. Müəllimə deyirik ki, bu prezentasiyanı bizə atın da biz oxuyaq. Atmırdı. Yox, mən ata bilmərəm. Prezentasiyam olmaz. Yəni biz sənin prezentasiyanı yemirik ki, bilik zaten bölüşdükcə çoxalır da. Və iş həyatına girəndən sonra da bildim ki, insanlar həmişə sənin önünə daş qoyacaq. Heç kim sənin irəli getməyini istəmir. Həqiqətən. Ən yaxın insan dediyim belə görürsən ki, arxandan iş çevirir. Ümumiyyətlə mən buradan girəcəm içəri. Gəl. 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 Video salam de. Yağmur. Hello. Video çəkirəm. Onu da...
Allah'ım be. Salam. Salam de. Salam de. Salam de. El ile. Salam. Salam. Tut. Şimdi tutum. Ha. Birinci kim tuttum? Nani? Tuttum. Sen ikiniz de buradasın. Ben ikinizi de tuttum. Ala ala. Aa, tuttum size tuttum. Kaçın göbleter kaçırdın. Hadi. Tuttum. Tuttum. Tuttum seni de. Aa, tuttum. Ne? O yağmur. Ben gidip işte o da yağmur olur. Yağmurdu. Ha. Ha? Hı. Artıq evə gəlmişəm və ac idim. Anam da kartof qızartmışdı. Biz ki, yayın əvəz olmaz yeməklərindən biri kartof qızartmasıdır. Yanında da bol-bol salat. Bizim də həyətimizdə pomidorlar var. Ona görə pomidor əkib anam. Ona görə pomidordan boluq. Bol-bol pomidor yeyirəm. Mən Bakıda demək olar ki, kartof qızartması çox yemirdim, yəni bişirmirdim. Amma burada bütün yeməkləri yeyirəm və özlənmişəm. Yeməyimi yedim, biraz su içirəm. Burada da bir də qonağımız var. Yəqin ki, çox güman ki, birazdan biraz kitab oxuyaram. Hamlet oxuyuram. Hamı deyir ki, çox üzücü kitabdır, yəni qəmgin kitabdır. Hələ sonuna çatmamışam, cəmi 130 səhifə oxumuşam. Onu oxuyuram. Sonra da yataram. Bugünlük vlogu burada sonlandırmaq istəyirəm. Bugün heç makyaj belə etməmişdim. Biraz modum yox idi, təəssüflər olsun ki. Bugünlük bu qədər. Sağ olun. Gecəniz xeyrə qalsın.